Ne oldu? Buradan Arzum'a deyirəm. Ay Arzum, ay Arzum. Mən deyirdim sən Bakıya kliyentə gəlirsən, gördünmü? Sənin ərin də dedi ki, o başqasını sevirdi. Ay Arzum, gecə vaxtı tək qız uşaq nə gəzirdi ki, daha doğrusu cavan gəlin nə gəzirdin o maşında, gecə saat neçədə? Bundan başqa, deyək ki, gəzirdin, yaxşı eləyirdin, şəxsi işindir. Ay Arzum, sənin atanı çağırıb 100 min pul istəyiblər. 100 min manat. Yadınızdadırmı? Mən efirdə dedim 50 min eurosunu alacaqlar. Dedim mi? İndi bunlar bir balaca boşanmış kimi obraz yaratdılar ki, Arzum deyəcək pulun yoxdur, deyəcək ərin kredit götürsün, hərbidədir, kredit götürsün. O da var. Əri görürüz boşanma obrazı getdi. Dalınla nə oldu? Dalınla. Dəyərli vətənlərim. İndi də deyirlər, get evini sat gətir. Bakı mərkəzində qalma, indi get at yalında, it yalında qal. Yəni, ay Arzum, sən məni hədəf almışdın Almaniyada. Avropadan hürüyənlər demişdin hakimiyyətə. Bax, biz sizin üçün hürüyürdük. Biz sizin üçün danışırdıq, siz onu hürüyərək qiymətləndirdiniz. Ay Arzum, vətəndaşlığını ləğv elədin, getdin Azərbaycana vətəndaş oldun. Gördünmü sən nətər təliyə saldılar? İndi bax, tək sənin pulunu gör nə deyib, deyək, qızının deyir, gör nə deyir, 100 min verməlidir. Verməsə, nəinki həbs cəzası, bax, atasına deyiblər, İlman bəy, nəinki həbs cəzası, qızının çağırıb başına oyun açılacaq. Başına oyun açılacaq deyir. Məni neynəyəcəksiniz, zorlayacaqsınız deyir. Ay Arzum, və bu boyda xalqı zorluyordular. Sən Almaniyanı, Almanları təhqir eləyib Bakını tərifləyirdin. Elə bilirdin ki, mırtdaşaq mahnısıyla maşın sürəcəksən, o mırtdaşaq mahnısıyla bütün oğlanlar arzum deyəcək. Almaniyada sağ qoz qoyan yox idi axı. Elə eləyəndə sağ qoz qoymurdular axı. Ona görə meyilləndin Azərbaycana. 2 il bundan qabaq gül kimi vətəndaşlığını ləğv elədin. Almaniya heç sən, Almaniyada uşaq azda elə şey deyil o. Arzum uşaq saxlayırdı ki, 24 saat TikTok'daydı. Uşaqlara baxırdı ki bu, xeyr. İndi baxın İlham Əliyev, onun məhkəmələri 100 min pul istəyir. Üstəlik deyirlər, pulu verməsən səni zorlayacaq. Atasına deyiblər, qızını çox pis vəziyyət gözləyir, işgəncə gözləyir. Bax, ay Arzum, ona görə biz danışırdıq.